Necə deyirlər, sıraz keçək əsas məsələyə. Big Five şolar. Uzatmadan sıraz başlayaq. Liverpool Chelsea, Anfield'da Liverpool Chelsea'ni qəbul edirdi. İki komandanın vəziyyəti ürək açıcı deyil. Bu il Liverpool bir tər olsa da Çempionlar Liqasına düşdü. İdeal başlamış çempionata. İlk 6-7 tur birinci yerdə gedirdi. Sonradan istər-istəməz düşüşlər oldu. Chelsea'ye gələndə şolar. Chelsea'dan ümumiyyətlə danışılası çox şey yoxdur. Əslində çox şey var, prosta futbola aid bir şey yoxdur. Todd Bowley sağ olsun gəldi Chelsea'ni köhnə günlərə qaytardı. Chelsea hərdəsə Maresca ilə Çempionlar Liqa şansları var isə Rossoneri gələndən sonra ümumiyyətlə itdi. İndi Rossoneri də qovdular. Abşim, bu oyun şolar 1-1 qutardı. Hər şey ola bilərdi bu oyunda. Nəsə çox detallara girmək şolar. Rio 6-cı dəqiqədə hesab açır, çəkir Dalnugla, qəşəng gol vurur 1-0. Fernandes 35-ci dəqiqədə içəri eləyir, heç kimə top toxunmur olar. Mumardaşvili də çaşıb qalır. 1-1 Chelsea də uda bilərdi bu oyunu, Liverpool da uda bilərdi. Çox dağınıq oynayırlar. Belə əslində bu oyun çox şey deyir. Yəni bu oyunda pozisyonlu oyunları olsun, atakları olsun, müdafiələri olsun, ortaları olsun, hücum olsun, hər tərəfli açıq futbol gedir şolar. İtirəcək bir şeylər yoxdur. Liverpool Çempionlar Liqasında olacaq gələn, Chelsea Çempionlar Liqasında olmayacaq şolar. Keçək növbəti oyuna. Sunderland Manchester United Off-Light Stadium'da şolar. Sunderland bu il qəşəng oynayır öz meydanında. United'da bu il ümumiyyətlə Manchester United bəlkə də İngiltərədə ən az danışılan klub oldu şolar. Çünki Avropada yoxdur. Kuboklardan, FA Cup'dan, Karabağ Cup'dan, test turnirdən çıxdılar. Birdən Premier Ligada qalmışdı. Amorigo ondan sonra Kerek gəldi. Sakitcə öz işini gördü. United'ı çıxartdı Çempionlar Liqasına. Manchester United öz işini gördü. Missiya o idi ki, Çempionlar Liqasını alın. Gələn Old Trafford'da Çempionlar Liqası olacaq şolar. Burada da danışılsa heç nə yox. Sunderland'dan momentləri var idi. Broby, United'da da momentləri var idi. Amad öz momentləri. Yenə də 0-0 şolar. Çempionatın axırıdır. Sunderland'ın bir də məqsəd var idi. Premier Ligada qalmaq, o da qaldı. United'ın da bir də məqsəd var idi. Çempionlar Liqasına düşmək, o da düşdü. Yəni burada heç kim etiraz eləməz mənə görə. 0-0 ikisinə də sərf edir. Şolar. Keçək növbəti oyuna. Manchester City Brentford şolar. Burada ucu çempionluq söhbəti gedir şolar. Arsenal Manchester City çempionluq oynayır. Brentford gəlmişdi Etihada möhkəm komandaya şolar. Burada goldan qabaq çox hadisələr oldu şolar. Çox hadisələr oldu. Kevin Shaw'un təpədə çıxmağı, Nunez'in toxunmağı, VAR-dan xəbər gəlməməyi, dalınca da Bernardo Silva əli ilə ayrı vurmağı, yəni futbola haykırı hərəkətdə türklərdə bir şey, yəni aidiyyatı olmayan bir şeydir. Yəni top yox, bir şey yox. Bernardo Silva sadəcə yerdə oturub yumruğu ilə adamın ayağından vurur. Yəni inanılmaz bir şeydir. Yəni ki, VAR-dan necə xəbər gəlməli ki, yəni ağla sığmaz bir şeydir ki, olar. Mən bunun futbol dili yoxdur. Elə bir ikimiz durmuşuq belə. Sən mənə vursan ya da mən səni vururam. Ümumiyyətlə futboldan söhbət gedir. Bu qırmızı kart şolar. Hakimlər göz yumdular. Nəyə görə göz yumdular? Səbəb də yoxdur. Adicə başla belə hərəkət edirsən qırmızı verilir. Burada yumruq vururlar, heç nə yox. Yəni inanılmaz şeydir. Bernardo Silva sadəcə sarı kart verdilər şolar 36-cı dəqiqədə. Bundan da birinci time qutardı, ikinci time başladı. Brentford pis oynamır şolar. Brentford pis. Igor Thiago'nun moment oldu. Vura bilmədi. Təkpədə çıxdı, vura bilmədi. Donnarumma çıxartdı. Ondan sonra da City Doku uşaqlar son oyunlarda formada olan Jeremy Doku, yəni fantastik gol vurdu. Absolutно 9'luğa, yəni inanılmaz zərbə, yəni inanılmaz futbolçudur. World class, bu il dəhşət artırıb, bu il tam başqa səviyyəyə çıxıb Doku level qaldırıb başqa səviyyə. 60-cı dəqiqədə Doku, 75'də Erling Haaland uşaqlar, 90'da da Omar Marmuş 3-0 City təmiz qələbə. City azarkeşlərini təbrik edirəm. City necə deyirlər, çempionluq yarışmasında tutunur, Arsenal'la şanslar var. Hələ 38-ci tura kimi çox şey ola bilər. Keçək növbəti oyuna. West Ham Arsenal London Stadium'da şolar. İkisinin də vəziyyəti pisdir. Nə barədə Arsenal'ın son oyunları ürək açıcıdır, amma birtəhər olsa da qələbə qazanır. Fulham'la yaxşı oynadı, Atletico ilə dirəşdi. West Ham'la çətin səfər gözləyirdi. West Ham Premier Ligada qalmalıdır. Ölüm maçı idi onlara görə.
öz azarkeşlərin yanında nə olsa da ən azından bir xal götürmək istəyirlər ki, Premyer Liqada qalmaq şansları olsun. Arsenal da eyni anda çox qələbə lazım idi ki, çempionluq şansı qalsın. Əgər bu oyunda xal itirsəydi, heç etsəydi, uduzsaydı, Manchester City çox güman verməyəcəkdi çempionluq olar. 1-0 Arsenal qələbə qazandı. Arsenal ilk 15 dəqiqə, 20 dəqiqə möhtəşəm başlamış oldu. Calafiore momentlər oldu, Trossard'ın momenti oldu, 2-3 dənə momentimiz oldu. Top girmədi qapıya şolar. İkinci starında hər şey bir oğlan deyil şolar. Onun adı Martin Ödegaard. Komandanın kapitandı. Zamendən girdi Ödegaard və beləncə oyunlarda sehirbaz ayaq lazım. Bu nə qədər katat eləsən elə topu xeyri yoxdur. Burada sehirli bir ayaq lazım. Onun adı Martin Ödegaard şolar. Declan Rice'la Stenka içəri girdi. Bir də incə toxunuş Leo Trossardda. Leo Trossard soyuqqanlı başla 83-cü dəqiqədə şolar. Gol 1-0. London Stadium susur. Azarkeşlər, səfər azarkeşlər, Arsenal azarkeşlər öz onların dağılırlar şolar. 1-0 çox çətin qələbə idi. Hə, əslində danışmaq istəmirdim da, bu söhbət də açılıb şolar. Daydraya epizodu folla bağlı şolar. Təmiz foldu. Əgər kimsə ömründə bir dəfə futbol oynayıbsa, o bilir ki, o foldu. Tutma var idi, əldən, ayaqdan, beldən, da hər yerindən tutma var idi. Folda Daydraya tərpənə bilmir, sanki skoçla bağlamışdılar adam. Çox adam argument gətirir ki, ay Arsenalın xeyrinə olanda saxlamırlar, bunu saxlayırlar, şolar. Çox şey olur futbolda. Bu gördüyümüz epizod foldu, xahiş edirəm. Bunu başqaları ilə qarışdırmayaq. Bu foldursa fold, şolar. Əgər bunu fold saxlamasaydılar, Premier Ligaya qarşı konkret mənim şübhələrim olacaqdı. Yəni ki, uzadılacaq şey yox, şolar. Fold, şolar. Neysə, Arsenal çətin qələbədir. Keçək turnir cədvəlinə şolar. Arsenal azarkeşlərini təbrik eləyək, sözüm qarşı şolar. Keçək turnir cədvəlinə 36-cı turdan şolar. Bir dənə də xatırlatma. Manchester City bir oyun az oynayıb, 35 tur oynayıb. Qalanları 36 tur şolar. Arsenal 1-ci yerdə də elə ki 79 xal, City 2-ci yerdə 74 xal, United 3-cü yerdə 65 xal, Liverpool 4-cü yer 59 xal şolar və 9-cu yer Chelsea 49 xal. 36-cı tur belə getdi. İnşallah 37-də görüşərik. Öpürəm, özünüzdən müğayət olun. Sağ olun şolar.